Tələbələr özlərini qalib sayırlar. Söhbət Azərbaycan Dillər Universitetinin tələbələrindən gedir. Onlar dünən, mayın 30-da universitetin binası önündə etiraz aksiyası keçiriblər. Dövlət imtahanının ləğvini tələb ediblər. Deyiblər ki, universitetə qəbul olunarkən onlara bildirilib ki, dövlət imtahanı olmadan bu təhsil ocağını bitirəcəklər. İndi isə dövlət imtahanı təyin edilib, həm də 8 fəndən 720 mövzu əsasında. Mən 80 saatlıq imtahanı 2 dəfə vermişəm, 94 və 96 bal nəticəsində keçmişəm həmin imtahanı. Bu da A deməkdir. Yəni mən 3-cü dəfə həmin materialları oxuyub, niyə yenə gəlib dövlət imtahanı verməliyəm və digər fənlərdə? Hələ oldu. Başqa nə istəyirsiniz? Universitetin Elmi Şurası dövlət imtahanlarının keçirilməsi ilə bağlı qərarına mayın 31-də yenidən baxıb. Şuranın iclası gedən zaman da tələbələr universitet binasının önünə toplaşaraq biz savadsız deyilik, hesabat və digər şüarlar səsləndiriblər. İclasın nəticəsi olaraq dövlət imtahanı ilə bağlı qərara dəyişiklik edilib və tələbələrə 2 seçim imkanı verilib. Ya 2 fəndən 50 sual olmaqla dövlət imtahanı, ya da 5 səhifədən ibarət sizin istədiyiniz mövzudan seçib 5 səhifəli bir, belə deyək, elə hesabata oxşar bir şey yazıb təhvil vermək. Yəni qərar bundan ibarətdir. Yəni sizin Universitetin Elmi Şurası həmçinin yay imtahan sessiyasının müddətini də uzadıb. Tələbələr qərardan razıdırlar. İstədiyimiz oldu. Əslində olmalı olan da buydu da. Biz haqqımızı istədik. Artıq heç istəməmişik. Biz buna layiq idik. Əslində biz haqqımızı, hüquqlarımızı bilirik, haqqımızı tələb elədik və biz haqqımız olanda aldıq. Qələbə bizimdir! Azərbaycan Dillər Universitetinin rektor əvəzi Əfqan Abdullayev APA-ya verdiyi müsahibəsində bildirib ki, Azərbaycan Dillər Universitetində 2011-ci il Nazirlər Kabinetinin əmrinə əsasən yekun buraxılış dövlət attestasiyası hesabat yazmaqla yerinə yetirilib. Bu qərar nəticəsində tətbiq edilən hesabatlara baxdıqda isə aydın görünüb ki, onların heç bir elmi məzmunu yoxdur. Rəhbərliyin dövlət imtahanı tələbi bununla bağlı olub.